Salam, fonetika mövzusundan 120-ci testdən izaha başlayıram. Yatırlar sözün fonetik təhlili ilə bağlı hansı fikirləri əminliklə demək olar? Birincidə, qrammatik şəkilçidə keyfiyyət dəyişikliyi baş verir. Bəli, bu düzdür. Yatırlar sözü iki mənada işlənə bilir, həm feil, həm isim kimi. İsim kimi olan zaman yatır sözü var dövlət mənasındadır. Feil kimi olanda isə hərəkət bildirir və hər ikisində belə deyək, qrammatik şəkilçidə keyfiyyət dəyişikliyi baş verir. İsim kimi olan varianta baxıram, yatırırar. İsim kimi olan variantda lar şəkilçisini l samiti r-ya çevrilir. Bəli, qrammatik şəkilçi dəyişdi. Feil kimi isə ır şəkilçisi orada zaman şəkilçisi olur və qrammatik şəkilçidir. Və bu zaman ır şəkilçisi l, ır şəkilçisində olan r samiti l hərfinə çevrilir və nəticədə belə deyək, qrammatik şəkilçidə dəyişiklik olur. Demək, isim kimi olanda lar şəkilçisindəki l samiti r-ya çevrilir. Feil kimi olanda r, yəni ır zaman şəkilçisində olan r samiti l-ya çevrilir. Yatırlar bu şəkildə olur. İsim kimi olanda yatırırar. Hər ikisində də demək, isim kimi olanda 2 r samiti, feil kimi olanda 2 l samiti olur. Ona görə birinci fikir düzdür. İkincidə, leksik şəkilçidə keyfiyyət dəyişikliyi baş verir. Leksik şəkilçi isim kimi olanda ır şəkilçi leksikdir. Bəli, burada dəyişiklik. Bir dəqiqə. Leksik şəkilçidə keyfiyyət dəyişikliyi baş verir. Xeyr, bu səhvdir. Çünki leksik şəkilçi olduğu kimi qalır. Feil variantında isə leksik şəkilçi olmur. Ona görə ikinci yanlışdır. 3-də ahəng qanuna tabe olan sözdə vurğu birinci hecaya düşmür. Bu düzdür. Çünki feil kimi işlənəndə yatırlar. Vurğu ikinci hecaya düşür. İsim kimi olanda isə vurğu sonuncu hecaya düşür. Ona görə hər ikisində də vurğu birinci hecaya düşmür. Yəni fərqli hecadadırlar, amma birinci hecada deyirlər. 3 düzdür. Sözdə incisli qoşaraq yaradan samit səsin kar qarşılığı yoxdur. Bəli, həm r samitinin, yəni yatırırar şəklində, həm də yatırlar şəklində hər ikisinin, belə deyək, həm r samitlərinin belə deyək, qarşılığı yoxdur, kar qarşılığı yoxdur. Ona görə dördüncü də düzdür. Beşincidə sözdə i səsinin kar qarşılığı iştirak edir, yanlışdır. Çünki belə deyək də, fikir özü yanlışdır. Çünki i səsi özü belə deyək, kar səsdir və onun yenidən kar qarşılığı necə işlənsin ki, ona görə fikrin özü yanlışdır. Ona görə beşincini aid etmirəm. Düz olanlar, yəni əminliklə deyə biləcəyimiz fikirlər 1, 3 və 4-cü fikirlərdir. Düzgün variant Y variantı. 121-də yazışı düzgün olan sözlərin fonetik təhlili ilə bağlı fərqli fikirləri müəyyən edin. Antidemokratik və laboratoriya sözləri səhvdir. Antidemokratik sözünün def işarəsi olmalı deyil. Laboratoriya sözündə isə ikinci o A kimi tələffüz olunur. Laboratoriya bu şəkildə olur. Ona görə bu iki söz səhvdir. Düz olanlar diqqətə layiq və adikolon sözlərdir. İndi bu sözlərə baxıram. Birincidə eyni hərf müxtəlif səsləri ifadə edir. Eyni hərf diqqətə layiq sözündə var və sözdə olan q samitlər k kimi tələffüz olunur. Yəni ki, q samiti k kimi tələffüz olunur və burada deyir ki, eyni hərf müxtəlif səsləri ifadə edir. Müxtəlif yox, eyni səsləri ifadə edir. Yəni q samitləri k samitini ifadə edir. Ona görə birinci fikir yanlışdır. İkincidə yazışı deyilişi arasında iki fərqli məqam var. Diqqətə layiq sözündə iki fərqli məqam var. Adikolon sözündə də o saitləri, yəni ilk iki o samiti A samitinə çevrilir. Ona görə hər ikisində də iki fərqli məqam olduğu üçün ortaq fikirdir. Ona görə ikini aid etmirəm. 3-də q samitinin kar qarşılığına 2 dəfə rast gəlinir. Diqqətə layiq sözündə 2 dənədir, bəli. Amma adikolon sözündə 1 dənədir. Q samitin kar qarşılığına 2 dəfə rast gəlinir. Bu fikri aid edirəm. Demək, birinci və ikinci fikirləri aid etmədim, yanlış oldu. Üçüncü fikir aiddir, çünki Q samitin kar qarşılığına 2 dəfə rast gəlinir fikri diqqətə layiq sözünə aiddir, adikolon sözünə yox. Dördüncü, T samitin cincirli qarşılığı işlənmiş sözdə hər ikisində D samiti var. T-nın qarşılığı D-dır. İnci açıq dodaqlanmayan saitlər iştirak edir. Hər ikisinə aiddir yenə də. Adikolon sözünün E saiti, diqqətə layiq sözünün Ə saitləri
Dodaqlama açıq inci saitlərdə hər ikisində bu məqam var. Ortaq olduğu üçün bunu qəbul etmirik. Bizə fərqli fikir lazımdır. 5-ci, səs uzanması olmayan sözdə vurğu son hecadadır. Səs uzanması olmayan söz adekolon sözüdür. Diqqətə layiq sözün uzanma var. Səs uzanması olmayan sözdə vurğu sonuncu hecadadır. Baxıram, adekolon. Adekolon, bəli, vurğu sondadır. Düz olanlar 3-5 oldu. 6-cıda sözün səs və hərf tərkibi kəmiyyətcə eynidir. Sözün səs və hərf tərkibi kəmiyyətcə eynidir. Hər ikisində kəmiyyətcə eynilik var. Kar cingilli samit cütlüyü işlənmişdi. Adekolon sözünə aid deyil, amma diqqətə layiq sözünə aiddir. Ona görə 6-cı fikir də fərqlidir. Çünki kar cingilli samit cütlüyü təkcə diqqətə layiq sözündə var. Düz olanlar, yəni fərqli olanlar 3, 5, 6, B variantı. 122. Sözlərə əsasən uyğunluğu müəyyən edin. Cəmlənmək və tezliklə sözlərinə baxıram. Yalnız birinə aid doğru fikir, hər ikisinə aid yanlış fikirdir. Sözlərin düzgün tələffüzü cəmlənməkdə necə olur? Cəmlənmək. N samiti M-ya çevrilir. Sonuncu K samiti İ səsinə çevrilir. Tezliklə sözü tez, dik, nən bu şəkildə tələffüz olunur. A variantında sözün yazışındakı sonar samit qədər tələffüzündə də sonar samit var. Cəmlənmək sözündə sonar samitlər neçə dənədir? 1. Cəmlənmək. 4 dənə sonar var. Tələffüzündə də varmı? Cəmlənmək. Tələffüzündə də 4 dənədir. Yazışında da 4 dənədir. Tezliklə sözündə 2 sonar samit var. L samitləri. Tələffüzündə isə tez, dik, tələffüzündə də, yazışında da hər ikisində, demək, cəmlənmək və tezliklə sözlərində demək, A variant hər iki fikrə uyğun olduğu üçün, yəni sonar samit qədər tələffüzündə də sonar samit var fikri hər ikisi üçün doğrudur. Çünki tezliklə sözündə birinci L samiti D-ya çevrilir. İkinci L samiti ümumiyyətlə isə L şəkilçi nən şəklində tələffüz olunur və nən şəklini tələffüz edəndə 2 N samiti sonardır. Oradakı L samiti D-ya çevrilir. Nəticədə 2 sonar samit olur. Ona görə A variantının burada yeri yoxdur. B variantında həm keyfiyyət, həm kəmiyyət dəyişikliyi baş verir. Yəni vardır. Bu tezliklə sözünə aiddir. Yalnız birinə aiddir. 1-ə B. C variantında vurğulu hecasında yazışla deyiliş fərqi 1-dir. Cəmlənmək sözünə vurğu sondadır. Tezliklə sözündə isə vurğu ikinci hecanın üzərindədir. Vurğulu hecasında yazışla deyiliş fərqi 1-dir. Cəmlənmək. Tezliklə. Cəmlənmək sözündə vurğu, demək, cəmlənmək sondadır və K samiti İ səsinə çevrilir. Bir fərqli məqam olur. Amma tezliklə sözünə vurğu İ saitinin üzərindədir. Burada isə lik şəkilçisində 2 dəyişim olur. Tezliklə. Ona görə bir fərq var fikri cəmlənmək sözünə aiddir. Yəni yalnız birinə aid doğru fikirdir. 1-ə C yazırıq. C variantı sadəcə cəmlənmək sözünə aiddir. D variantında sözdəki bütün şəkilçilərdə 2 samit səs iştirak edir. Bir dəqiqə. Sözdəki bütün şəkilçilərdə 2 samit səs iştirak edir. Sözdəki bütün şəkilçilərdə 2 samit səs iştirak edir. Cəmlənmək 2 şəkilçi var. 2 samit var. Hər iki şəkilçidə. Tez, dik, nən.
cəmlənmək, sözdəki bütün şəkilçilərdə. Sözdəki şəkilçilər hansılardır? Lənmək, tezliklə sözündə isə lik və lə şəkilçiləri. Sözdəki bütün şəkilçilərdə iki samit səs. Bütün şəkilçilərdə iki samit səs iştirak edir. Lənmək, l və m samitləri. Demək, şəkilçidə iki samit var. Məh şəkilçisində də iki samit var. Tezliklə sözündə tezlik iki samit səs iştirak edir. Burada belə bir məqam var. Onu qeyd edim. Tezlik. Yazılışda demək, hər iki sözdə sadəcə tezliklə sözündə bir şəkilçidə iki samit səs, sonuncu şəkilçidə isə bir samit səs olur. Amma ki, sözdəki burada şəkilçilərdə iki samit səs iştirak edir. Bu sadəcə cəmlənmək sözünə aiddir. Ona görə də məsələn tezliklə sözündə lik şəkilçisində, daha doğrusu lə şəkilçisində bir samit var. L. Amma cəmlənmək sözündə iki, yəni hər şəkilçidə iki samit səs var. Ona görə D variantını birə aid edirəm. Yəni bu təkcə cəmlənmək sözünə aiddir. Y variantında sözdə kar cingili samit cütlüyü işlənmişdir. Cəmlənmək. Burada kar cingili samit cütlüyü yoxdur. Tezliklə sözündə var t və d. Ona görə Y variantı sadəcə tezliklə sözünə aiddir. Bunu da birə aid edirəm. Ə variantı sözün sonuncu samiti kar qarşılığı ilə əvəzlənir. Bu hər ikisi üçün yanlışdır. Sözün sonuncu samiti tezliklə sözündə lər şəkilçisinin ən şəklini tələffüz olunur və n samitin kar qarşılığı yoxdur. Cəmlənmək sözündə də k samiti kardır ümumiyyətlə. Ona görə də sözün sonuncu samiti kar qarşılığı ilə əvəzlənir. Heç birində belə məqam yoxdur. Ə variantı ikinciyə aiddir. Yəni yanlış, hər ikisinə aid yanlış fikirdir. Yəni bu fikrə aiddir. Ona görə birinci B, C, D, Y, sadəcə sonuncu fikir, yəni Ə variantı yanlışdır. Yəni hər ikisinə aid yanlış fikrə aiddir. Düzgün olan variant D variantıdır. 123. Hansı nümunələrdə ilk sözün tələffüzü müxtəlif formalarda düşünülə bilər? Durğu işarələr məqsədli buraxılıb. Demək, başla topa vurduğun zərbələr tək hər zaman qol olsun. Başla sözü həm baş mənası, insanın başı mənasında isim, bir də feil kimi işlənə bilər. Ona görə biri aid edirəm. İkincidə, gözlə gördüklərini elə məhkəmədə də danışarsan. Gözlə sözü həm isim kimi işlənə bilər, həm feil kimi. Yəni ki, gözlə gördüklərini elə məhkəmədə də danışarsan. Bir də var, gözlə gördüklərini elə məhkəmədə də danışarsan. 2. 3-də, dində bu sözləri bir də təkrar etməyəcəm. Burada sadəcə feil kimi işlənir. 4-də, bağla gedirsənsə qapını açıq qoymağa nə hacət? Bağla gedirsənsə qapını açıq qoymağa nə hacət? Feil kimi işlənə bilər. Bir də var ki, bağla gedirsənsə, burada məkan mənasındadır. Yəni fərqli formalarda işlənə bilir. Ona görə 4-cü də aid edirəm. 5-də, yağla, yoxsa çox tez xarab olub səs salacaq. Burada sadəcə feil kimi işlənə bilər. Ona görə düz olanlar 1, 2, 4-cüdür. Yəni fərqli mənalarda işlənə bilir. Düzgün variant D variantıdır. 124-cüdə aşağıdakı sözlərin fonetik təhlilinə əsasən uyğunluğu müəyyən edin. Xoşxasiyyət. Sözün belə deyək, düzgün tələffüzü necə olur? Xoşxasiyyətli. Xoşxasiyyətli. Xoşniyyətli sözündə niyyət sözündə heç bir dəyişim olmur. Nə uzanma var, nə səs düşümü var. Bunların heç biri yoxdur. Xoşniyyətli bu şəkildə olur. Bir də var xoşrəftarlıq. İndi bunlara baxıram. Birincidə hamısına aiddir, ikincidə yalnız birinə aiddir, üçüncüdə yalnız ikisinə aiddir.
A variantında tərkibindəki 4 variantlı şəkilçinin yazışı və deyilişi fərqlidir. Hər ikisində, daha doğrusu hər üçündə tərkibindəki 4 variantlı şəkilçinin yazışı, deyilişi fərqlidir. Xoşxasiyyətli sözündə li şəkilçi di kimi tələffüz olunur. Xoşniyyətli sözündə li şəkilçi di kimi tələffüz olunur. Xoşrəftarlıq sözündə lıq şəkilçi rıq kimi tələffüz olunur. Və sonuncu şəkilçilər 4 variantlıdır. Hamısı da belə deyək, hamısının deyilişi və yazışı fərqlənir. Ona görə hamısına aiddir. Biri A. B variantı. İncisli qoşu samitdən yazışı tələffüzün eyni olmadığı sözdə səs uzanması yoxdur. Xoşxasiyyətli sözündə, xasiyyət sözündə olan y samitləri tələffüz zamanı onlardan biri düşür və burada səs uzanması var. Səs uzanması var və səs düşümü var. Bu xoşxasiyyətli sözünə aiddir. Xoşniyyətli sözündə heç bir, belə deyək, niyyət sözündə olan, xoşniyyətli sözündə olan, belə deyək, y samitlərinə biri düşmür və uzanma da baş vermir. Ona görə buna aid deyil. Baxın, xoşxasiyyətli sözündə incisli qoşa samitlərin yazışı ilə tələffüzünün eyni olmadığı sözdə səs uzanması yoxdur. Xoşxasiyyətli sözündə, xasiyyət sözündə olan iyyət şəkilçisi demək, iyyət şəkilçisində olan y samitlərindən biri düşür. Burada deyil, səs uzanması yoxdur. Amma xasiyyət sözündə səs uzanması var axı. Ona görə B variantı xoşxasiyyətli sözünə aid deyil. Xoşniyyətli sözünə baxıram. İncisli qoşa samitdən yazışı ilə tələffüzün eyni olmadığı sözdə. Yazışı və tələffüzü eynidir xoşxasiyyətli sözündə, xoşniyyətli sözündə. Çünki niyyət sözü necə yazılırsa, eldə tələffüz edilir. Heç bir dəyişim və yaxud uzanma olmur. Bu da B variantı xoşniyyətli sözünə də aid olmadı. Gəldik xoşrəftarlıq sözünə. İncisli qoşa samitlərin xoşrəftarlıq sözündə 2 r samiti var. Xoşrəftarlıq bu şəkildə tələffüz olunur. İncisli qoşu samitdən yazışı tələffüzün eyni olmadığı sözdə səs uzanması yoxdur. Burada sözün ümumiyyətlə xoşrəftarlıq sözündə yazışında qoşu samit yoxdur. Uzanma isə yenə də yoxdur. Deyəcəm. İncisli qoşu samitdən yazışı tələffüzün eyni olmadığı. Xoşrəftarlıq sözündə, belə deyək, qoşa samit olmadığı üçün bu xoşrəftarlıq sözünə də aid deyil. B ümumiyyətlə heç bir varianta, belə deyək, heç bir sözə uyğun gəlmir. C variantına kar cingili samit cütlüyü iştirak edir. Xoşxasiyyətli sözündə iştirak edir. Xoşxasiyyətdir, bu şəkildə olur. T və D samiti. Xoşniyyətli sözündə, bəli, yenə də kar cingili samit cütlüyü var. Xoşrəftarlıq. T samiti tələffüz zamanı, belə deyək, xoşrəftarlıq. T samiti tələffüz zamanı D samitinə çevrilir və nəticədə xoşrəftarlıq sözündə kar cingilli samit cütlüyü yoxdur. Ona görə C variantı yalnız ikisinə aiddir, olan fikrə aiddir. Demək, 1-ə A, 3-ə C. D variantı eyni hərf müxtəlif səsləri ifadə edir. Eyni hərf olan sözə baxıram. Xoşxasiyyətli sözündə samitlərin, yəni qoşa y samitlərin biri tələffüz zamanı düşür. Xoşxasiyyətli sözündə olan x samitləri də heç bir dəyişikliyə uğramır. Ona görə
Bir dəqiqə. Xoş xasiyyətdir. Eyni hərf müxtəlif səsləri ifadə edir. Eyni hərf olanlara baxıram. Görək sözdə eyni hərflər varmı? Y samitlərin bir tələffüz zamanı düşür. X samitləri dəyişimə uğramır. Xoşniyyətli sözündə də belə deyək. Eyni samitlər olsa da bunlar dəyişmir. Başqa samitə çevrilmir. Yəni başqa bir səs bildirmir. Xoşrəftarlıq sözündə də belə deyək. Eyni hərflər burada da samitlərdir. Onlar da fərqli bir samitə çevrilmir. Çünki bu samitlər sonor samitlərdir. Ona görə D variantı ümumiyyətlə heç birinə uyğun gəlmir. Y variantında eyni səs müxtəlif hərflərlə ifadə olunub. Eyni səs müxtəlif hərflərlə ifadə olunub. Xoşxasiyyətli sözündə belə bir məqam yoxdur. Eyni səs müxtəlif hərfləri ifadə etmiş olsun. Daha doğrusu eyni səs müxtəlif hərflərlə ifadə olunmuş olsun. Xoşniyyətli sözündə də bu yoxdur. Amma xoşrəftarlıq sözündə var. Çünki lıq şəkilsi rıq şəklində tələffüz olunur. Nəticədə iki qoşu r samiti yaranır. Xoşrəftar rıq bu şəkildə olur. Və belə deyək, eyni səs müxtəlif hərflərlə ifadə olunub mu? Bəli. Lıq şəkilsində olan l samiti r-ya çevrilir və fərqli samitlərdir və nəticədə eyni, belə deyək, səsi bildirir. Yəni, eyni səs müxtəlif hərflərlə ifadə olunub, düzdür. Bu, aiddir yalnız birinə aid olan fikrə. Demək, 1-ə A, 3-ə C, 2-yə Y. Ə variantında kar və cingil samitlərin sayı bərabərdir. Xoşxasiyyətli sözündə x kardır, ş kardır, yenə x kardır, s kardır, t kardır. Burada əsla bərabərlik yoxdur, çünki kar samitlər həddindən artıq çoxdur. Xoşniyyətli sözündə x kar, ş kar, t kar, neçə kar oldu? 1, 2, 3 kar oldu. 1, 2, 3, 4 cingiltili olur. Burada da belə deyək, kəmiyyət yoxdur, yəni sayca bərabər deyil. Xoşrəftarlıq sözündə x kar, ş kar, f kar. Sonuncu q samitdə kardır. Demək, x kar, ş kar. Xoşrəf, f da kardır. X, ş, f, yenə kar. 3 kar oldu. Və sonuncu q samitdə x kimi tələffüz olunduğu üçün 4 kar oldu. İndi cingiltilərə baxıram. R cingiltilidir. T samiti d-ya çevrilir. Bu da cingiltilidir. R samiti cingiltilidir. L samiti də r-ya çevrilir. Bu da cingiltilidir. Demək, xoşrəftarlıq sözündə kar cingil samitlərin sayı bərabərdir. 4 kar, x, ş, f və sonuncu q samiti x-ya çevrilir. Demək, 4 kar, r, d, r. Bunlar da cingilti. 4 kar 4 cingiltili. Bu da aiddir. Demək, 2-yə aid oldu ə variantı, həm də E variantı. 1-ə aid oldu A, 2-yə aid oldu Y, Ə, 3-ə aid oldu C variantı. Düzgün olan B variantıdır. 125. Hansı nümunələrdə yalnız 2 məqamda orfeifik səhvə yol verilmişdir? Birinciyə baxıram. Məğlub olan. Məğlub olan yox, məğlub olan olmalı. Çünki məğlub sözünə sonra saitlə başlayan söz gəlib. P yox, B olmalıdır. Ona görə bu səhvdir. Məğlub olan adamlar özlərinin 2 addımlığını görə bilmirlər. Demək, 2 addımlığını görə bilmirlər. Burada belə deyək. 1,
ki, burada 3 belə deyək səhv var. Məğlub sözündə səhv var. P yox, B olmalı idi. Adamlar sözü adamlar şəklində olmalıdır. Lar yox. Addımlığını sözündə L samiti, yəni addımlıq sözündə olan lıq şəkilçisi var əslində orada. Addımlığını olmalı, yəni L, N kimi olmalıdır. Demək, məğlub sözündə səhv var, adamlar sözündə səhv var, şəkilçidə də səhv. Addımlığını sözündə də səhv, şəkilçidə də 3, belə deyək, səhv oldu. 2 məqamda yox, 3 məqamda səhv oldu. Ona görə biri aid etmirəm. İkincidə, əgər sən belə insanları boykot etməklə cəmiyyətdə formalaşan ənənələri dəyişmək istəsən, boş şeydir. Əgər sən belə insanları boykot sözündə səhv var artıq. Çünki belə deyək, K samitin üzərində xət olmalıdır. Məsələn, dəyişmək sözündə, etməklə sözündə görürük ki, X samitin üzərində xət var. Bu əslində İ səsi deməkdir. Boykot sözündə də K samit üzərində elə bir işarə olmalı idi. Ona görə yoxdursa, bu artıq yazış və tələffüzdə səhv deməkdir. Ona görə bir səhv elə buradadır. Etməklə sözü səhv deyil. Cəmiyyətdə formalaşan ənənələri dəyişmək istəsən. Dəyişmək istəsəndə olan İ səsi yox. Orada İ yox, Y səsi olmalıdır. Dəyişmək istəsən bu şəkildə olmalıdır. Y olmalı idi. Artıq 2 məqamda səhvlik var. Etməklə söz, üzr istəyirəm. Boykot sözündə K-nın üzərində xət olmalı idi. Dəyişmək sözündə isə özünə sonra saitlə başlayan söz gəldiyi üçün Y olmalıdır. İ yox. İ nə zaman olardı? Özündən sonra samitlə başlayan söz gəlsəydi. Buna görə artıq 2 məqamda səhv oldu. Boykot və dəyişmək sözündə. 2-ni aid edirəm. 3-də bu bəzi ölkə və təşkilatlarda bir elm kimi araşdırılır. Bu sahədə ən böyük psixoloqlar və həkimlər işləyir. Burada 3 məqamda səhvlik var. Böyük olmalıdır. Məsələn, dəyişmək sözünə baxdıq. Orada özünə sonra saitlə başlayan söz gəldi, amma Y olmalı idi. İndi isə böyük sözündə bunun əksi var. Burada isə Y olmalıdır. Y yox. Böyük psixoloqlar. Çünki özündən sonra, böyük sözündən sonra samitlə başlayan söz gəlib. Yəni psixoloqlar sözünə görə Y yox, İ. Yəni sözün son samiti. Böyük sözün son samiti Y yox, İ olmalıdır. Buna görə bir səhv burada. Həkimlər. Həkimlər yox, həkimlər olmalıdır. Bir səhv burada. İşləyir yox, işləyir. Bu şəkildə olmalıdır. Bir səhv də burada. Demək, birinci və üçüncü belə deyək, cümlələrdə 3 məqamda səhvlik var. Ona görə bizə 3 yox, 2 məqamda səhvlik lazımdır. Hələ ki 2 var. Dördüncüdə açıq, aşkar. Burada artıq yenə səhv var. Açıq, aşkar sözündə X yox, H olmalıdır. Açıq, aşkar bu şəkildə olmalıdır. Ona görə bu səhvdir. Bu yöntəmlərlə sözünün lər şəkilçisi nən şəklində tələffüz olunur. Yöntəmlərlə 2 səhv burada. Təslim olmurlar. Hətta edam zamanı gözləri bağlı halda da şüarlar səsləndirirlər. Bu da düzdür. Demək, 2 səhv harda oldu? Açıq-aşkar sözündə X samit olmalı deyildi, H olmalıydı. Və yöntəmlər sözündə lər şəkilçisində, burada isə şəkilçidə səhv var. Lər yox, yöntəmlər nə olmalıdır? Ona görə 4. 4-də hansı oldu? Açıq-aşkar və yöntəmlər sözündə olan lər şəkilçisinin səhv oldu. 5-də bu yaxınlardır. Burada uzanma hadisəsi göstərib. Özdə samitlər arasında. Bu tamamilə səhvdir. Ordunun bir leytenantı çox təhlükəli olan bir çamadan sənədlə tutulmuş. Sənədlə yox, sənəd peşə mənasındadır. D olarsa isə dokument mənasındadır. Sənəd. Sənəd, sünət, məsələn deyirik biz o mənada. Burada isə sənəd deyirsə bu peşə mənasındadır. Cümlədə isə peşə mənası bildirən bir məqam yoxdur. Bu sadəcə sənəd, sünət mənasında gedib. Ona görə 5-ci sözdə 2 səhv oldu. Yaxınlarda sözündə və sənədlə sözündə. Demək ki, məqamda səhv olanlar hansılar oldu? 2, 4, 5. 2, 4, 5 C variantı. 126. Cədvəldəki uyğunsuzluğu müəyyən edin. Hər zaman yazıldığı kimi tələffüz edilir. Hər zaman yazıldığı kimi tələffüz edilir deyirsə, yazıldığı kimi tələffüz edilməyən lazımdır. Demək, yazıldığı kimi tələffüz edilməyənlər hansılardır? Birinci və ikinci. Müəyyən gəlik H şəkilçisi həmişə ın yox, nın şəklində tələffüz olunur.
İndiki zaman şəkilçisi həmişə ır yox, yır şəklində tələffüz olunur. Say şəkilçisi həmişə olduğu kimi qalır. Uyğunsuzluq olduğuna görə 1-2 aid edirəm. Yəni həmişə yazıldığı kimi tələffüz edilir yox. Bunun əksinə aid etməliyim. Çünki uyğunsuzluq deyilir. Uyğunsuzluq deyirsə həmişə əksinə olan fikri aid edirəm. 1-2 yazıldığı kimi tələffüz edilməyə də bilər. Demək, yazıldığı kimi tələffüz edilən lazımdır bizə. La şəkilçisi, leksik şəkilçisi, la leksik şəkilçisi nan şəkli tələffüz edilir. Ona görə bunu aid etmirəm. 6-cı da qeyri-qəti gələcək zaman şəkilçisi də dəyişə bilir. Məsələn, gələr burada olduğu kimi qaldı. İnkar şəkilçisini işlədəndə maz-məz şəklində tələffüz olunur. Ona görə dəyişə bilir. Dış leksik şəkilçisi isə heç zaman dəyişmir. Bizə isə dəyişməyən lazımdır. Demək, 1, 2 və 5. Düzgün olan variant D variantı. 127. Düşünməyin sözünün fonetik təhlili əsasında doğru fikri müəyyən edin. A variantı vurğusu sonuncu hecadadır. Bu fakt yazıb burada. Bu tamamilə səhvdir. Əgər sənin düşünməyin olsaydı olardı. Amma bir də var ki, inkarlıq kimi. Düşünməyin. Düşünməyin. Bu şəkildə olsa o zaman vurğu sonda olmur. Amma sənin düşünməyin olsa, məsdər şəkilçisi kimi olsa o zaman olardı. Amma burada fakt yazıb, fakt deyil. B variantı sözdə ki, əvəzlənməsi baş vermişdir. Buna da fakt yazıb, bu da səhvdir. Məsdər şəkilçisində işlənərsə, bəli, ki, əvəzlənməsi olur. Amma inkar formada işlənəndə sənin düşünməyin şəklində olanda isə bu zaman y bitişdiricisindən istifadə olunur. Burada isə yenə də səhvlik var. Yəni həm bitişdirici kimi istifadə oluna bilər, həm də k-yi əvəzlənməsi kimi. Ona görə bu faktor fikri yanlışdır. C variantında sözdə həm dodaqlanan, həm dodaqlanmaya saitlər vardır, ehtimaldır. Düzdür. Sözdə həm dodaqlanan, həm də dodaqlanmaya sait var. Fikri ehtimal. Çünki məsdər kimi işləndə sənin düşünməyin olur, əl saiti olduğu kimi qalır. İnkarlıq şəkilçisi kimi işləsək, düşünməyin, əl saiti üyə çevrilir. Yəni həm açıq, belə deyək, əl saiti həm açıq sait kimi qala bilər, həm də qapalı saiti çevrilə bilər. Ona görə C variantı ehtimaldır fikri düzdür. D variantı sözdə yalnız qapalı saitlə iştirak edir fikri səhvdir, amma burada fakt yazıb. Çünki əl saiti də var. Yəni, hər iki məqamda işlətdiyimiz üçün bu fakt ola bilməz. Y variantı. Sözdə eyni cinsli qoşu samitlər vardır. Eyni cinsli qoşu samitlər. Yox. Eyni cinsli qoşu samitlər yoxdur. Düşünməyin. Bu şəkildə olur. Ona görə də bu da səhvdir. Ehtimaldır yazıb özdə. Xeyr. Demək, düzgün olan C variantı oldu. Yəni, həm dodaqlan, həm də dodaqlanmayan saitlər iştirak edə bilər. Hansı söz haqda daha çox fikri əminliklə demək olar? A variantına baxıram. Açarlar sözü. Vurğusu sonuncu hecadadır. Hansı söz haqda daha çox fikri əminliklə demək olar? Vurğusu son hecadadır. Açarlar söz isim və feil kimi işlənə bilir. Açarlar feil kimi r samitliyə çevrilir. Açarlar olanda vurğu sonda olur. Vurğusu son hecadadır fikri əminliklə deyə bilmərik. İsim kimi olarsa vurğu sonda, feil kimi olarsa vurğu ikinci hecanın üzərində olur. Buna görə bir səhvdir. İkincidə iki şəkil üçün yazışı deyiliş fərqlənmir. Səhvdir, fərqlənə bilir. Feil kimi olarsa fərqlənir. Açarlar r, l-yə çevrilir. Ona görə ikinci də səhvdir. Sözdə səs uzanması müşahidə edilir. Səhvdir. Sözdəki səs sahiblərin sayından azdır. Səhvdir. Sözdə eyni samit səsdən 3 ədəddir. Bunu dəqiqli deyənmərim. İsim kimi olarsa 3 r samiti olur. Açarlar. Feil kimi olarsa açarlar 2 l samiti olur. Yəni, isim kimi işlənərsə 3 r samiti, feil kimi işlənərsə 2 l samiti olur. Burada nə deyir? Sözdə eyni samit səsin 3 ədəddir. İsim kimi işlənərsə olar. Amma bunu da əminliklə deyə bilmərik. Çünki feil kimi işlənən variant da var. 6-da sözdəki sonuncu şəkilci yazıldığı kimi tələffüz edilmir. Aha, burada bu da səhvdir. Bunu da əminliklə deyə bilmərik. Çünki açarlar,
zaman dəyişdi. Amma feil variantı da var axı. Feil variantında olur açarlar. Bu zaman lar şəkilçisində heç bir dəyişim olmur. Demək, A variantına aid etmirəm. B variantı satışdır sözünü. Vurğu sonuncu ecadadır. Satışdır. Bəli, yox. Vurğu sonuncu ecada deyil, ikinci ecadadır. Satışdır. Satışdır demirik. Bir səhv, birinci fikir səhvdir. İlk şəkilçinin yazışı deyiş fərqlənmir. İlk şəkilçi üç şəkilçisidir. Sat sözündən satış. Bəli, fərqlənmir. Hələ ki ikinci fikir uyğundur. Üçdə sözdə səs uzanması müşahidə edilir. Yox, səhvdir. Sözdəki səs sahiblərinin sayından azdır. Düzdür, satışdır. D şəkilçisindəki R samiti tələffüz zamanı düşür. Səslər hərflərdən az olur. Ona görə 2-4 sözdə eyni samit səsinin üç ədəddir. Bu da səhvdir. Sözdəki sonuncu şəkilci yazıldığı kimi tələffüz edilmir, düzdür. Çünki D şəkilçisindəki R samiti düşür. Demək, 3 dənə fikir uyğun gəldi. 2, 4, 6 B variantına hələ ki 3 uyğun gəldi. Üçün əminliklə deyə bilərik. Digərlərinə baxıram. Almadan sözü vurğu sonuncu ecadadır. Bunu dəqiqli deyənmərəm. Həm isim, həm feil kimi işlənə bilər. Almadan isim kimi işlənirsə vurğu sonda, feil kimi işlənirsə vurğu birinci hecanın üzərində olur. Birinci yanlışdır. İkincidə iş şəkilçinin yazışı deyilişi fərqlənmir. Bəli, burada iş şəkilçinin yazışı deyilişi fərqlənmir. Həm almadan olsa da dan şəkilçisi fərqlənmir. Feil kimi işlənsə, ma şəkilçisi, inkarlıq şəkilçisi kimi işlənsə belə, ma inkarlıq şəkilçisi heç bir dəyişimə uğramır. Nəticədə iş şəkilçinin yazışı deyilişi fərqlənmir fikri düzdür. 3-də sözdə səs uzanması müşahidə edilir, səhvdir. Sözdəki səs sahiblərinin sayının azdır, səhvdir. Sözdə eyni samit səsin 3 ədəddir, səhvdir. Sözdəki sonuncu şəkilçi yazıldığı kimi tələffüz edilmir. Bu da səhvdir. Nəticədə biri uyğun gəldi, ikinci. Yəni ikinci almadan sözünə aiddir, digərləri yox. Gözlə sözü. Vurğu sonuncu ecadadır. Ola da bilər, olmaya da bilər. İsim kimi işlənirsə göz ilə. Vurğu birinci hecada. Feil kimi işlənərsə gözlə. Vurğu sonda olur. Buna görə birinci fikir yanlışdır. 2-də ilk şəkilçinin yazışı deyişi fərqlənmir. Fərqlənir. İsim kimi olarsa fərqlənir. Gözlə. Gözlə, bir də var ki, feil kimi gözlə. Bu zaman dəyişmir. Yəni, isim kimi olarsa deyilişi yazış fərqlənir. Feil kimi olarsa yox. Bunu da əminliklə deyə bilmirik. 3-də sözdə səs uzanması müşahidə edilir. Yoxdur. 4-də sözdəki səs hərflərin sayından azdır. Əksinə, isim kimi işlənərsə çox olur. Ona görə bu da əslində dəqiqlə demək olmaz. Çünki feil kimi də işlənə bilir. 5-də sözdə eyni samit səsdən 3 ədəddir, səhvdir. Sözdəki sonuncu şəkilci yazıldığı kimi tələffüz edilmir. Bunu da dəqiq deyə bilmərəm. İsim kimi işlənərsə fərqli tələffüz edilir, yoxsa yox. D variantı da demək olar ki, heç birinin uyğun gəlmədi. Y variantı bələyə sözü vurğu sonuncu ecadadır. Bələyə bu şəkildə olarsa, isim kimi işlənərsə vurğu sonda, feil kimi işlənərsə vurğu bələmək sözündən, bələmək sözü kimi işlənə bilir. Demək, isim kimi işlənərsə vurğu sonuncu ecadadır. Feil kimi işlənərsə yenə də vurğu sonuncu hecada olur. İş şəkilçinin yazışı deyilişi fərqlənmir. Bələyə. Bələmək sözündən bələyə. Fərqlənmir. İş şəkilçi. Bələ sözündən bələk. Yox, fərqlənir. Bələk sözündə olan ki, samiti y-yə çevrilirsə fərqlənir. Ki, aid deyil. Sözdə səs uzanması müşahidə edilir, yox. Sözdəki səs sahiblərinin sayından azdır. Belə bir şey yoxdur. Sözdə eyni samit səsdən 3 ədəddir, yoxdur. Sözdəki sonuncu şəkilci yazıldığı kimi tələffüz edilmir. Bəli, ki, samiti y-yə çevrilir. Ona görə bunu da burada iki fikir aid oldu, amma B variantında 3 fikir uyğun oldu. Ona görə düzgün olan B variantıdır. Yəni daha çox fikrə uyğun gələn B variantı oldu.
129-da klasterin yalnız ikinci şərtinə uyğun gələn sözləri müəyyən edin. Qüvvətlənmək sözündə t samiti qüvvət olduğu kimi qalır. L samiti d-ya çevrilir, n samiti m-ya çevrilir, k samiti i səsinə çevrilir. Qüvvətlənmək. Yazıcı deyilişən iki fərqli məqam var, səhvdir. Müxtəlif hərflər eyni səsi ifadə etmişdir. Demək, müxtəlif hərflər eyni səsi. Müxtəlif hərflər hansılardır? N və m. Qüvvətlənmə sözündə olan n və m müxtəlif hərflərdir. Eyni səsi ifadə edibmi? Bəli. Qüvvətlənmək 2m samiti olur. İkinciyə aiddir. Üçüncüyə baxıram. Hərf və səs tərkibi kəmiyyətcə eyni deyil. Səhvdir. Eynidir. Demək, qüvvətlənmək sözü sadəcə ikinci şərtə uyğun gəldi. Ona görə biri aid edirəm. Məşhurlaşmaq sözünə baxıram. Yazıcı deyiliş arasında iki fərqli məqam var. Düzdür. Məşhurlaşmaq. La şəkilçisində L samiti R-ya çevrilir. Q samiti X-ya çevrilir. İki fərqli məqam oldu. Müxtəlif hərflər eyni səsi ifadə etmişdir. Müxtəlif hərflər eyni səsi ifadə etmişdir. Məşhurlaşmaq sözündə bəli ki, R samiti olur. Amma yazılışda R samiti L kimidir. Yəni məşhur sözündə olan R samiti və La şəkilçisində L samiti fərqli samitlərdir. Amma tələffüz zamanı belə olur. Məşhurlaşmaq və 2 R samiti oldu. Demək, birinci fikir uyğun gəldi. İkinci fikir, hər iki fikir uyğun gəldi. 1 və 2. Ona görə artıq bunu aid edə bilmərəm. Çünki sadəcə bizə ikinci şərtə uyğun gələn fikir lazım idi. 3-ə baxıram. Lütfkarlıq, yazıcı deyilişi arasında iki fərqli məqam varmı? Bəli, burada lap 3 belə deyək, fərqli məqam var. Ül saiti də əlavə olunur. Lütfkarlıq bu şəkildə olur. Müxtəlif hərflər eyni səsi ifadə etmişdir. Burada da yenə kar sözündə şəkilçisində olan R samiti və L şəkilçisində olan L samiti fərqli samitlərdir, hərflərdir. Səslənmə zamanı isə L R-ya çevrilir. Lütfkarlıq, qoşa R samitləri yaranır. Bu da belə deyək, ikinci fikrə uyğun oldu. Yalnız ikinci fikrə uyğundur. Hərf və səs tərkibi. Demək, lütfkarlıq sözünə birinci şərt uyğun gəlmədi. İkinci şərt uyğun gəldi. Üçüncüyə baxıram. Hərf və səs tərkibi kəmiyyətcə eyni deyil. Düzdür, çünki ü qapalı saiti əlavə olunur. Səslər hərflərdən daha çoxdur. Kəmiyyətcə eyni deyil fikri aid. Demək, lütfkarlıq sözündə ikinci və üçüncü şərtlər uyğundur. Bizə isə yalnız ikinci şərtə uyğun gələn fikir lazım idi. 3 də səhvdir. Mehribanlıq. Mehribanlıq sözündə yazıcı deyilişi arasında iki fərqli məqam varmı? Mehribanlıq, bəli. Lıq şəkilçisi nıq şəklində tələffüz olunur. Müxtəlif hərflər eyni səsi ifadə etmişdir. Düzdür. Mehribanlıq, mehribanlıq. Lıq şəkilçisinin L samiti N kimi tələffüz olunur. Nəticədə 2 qoşa N samiti olur. İki fərqli məqam var. Müxtəlif hərflər eyni səsi ifadə etmişdir. Artıq 2 şərt uyğun gəldi. Bunu da aid etmirəm. Bizə sadəcə ikinci şərt uyğun gələn lazımdır. 5-də 11-lik. Yazıcı deyilişi arasında iki fərqli məqam var. 11-lik. Burada lap 3 fərqli məqam var. Bir aid deyil. Müxtəlif hərflər eyni səsi ifadə etmişdir. Bəli, lik şəkilçisinin L samiti R-ya çevrilir. 11-lik. Qoşa R samitləri yaranır. Hərf və səs tərkibi kəmiyyət eyni deyil, səhvdir, eynidir. Demək, 11-lik sözdə sadəcə ikinci şərtə uyğun gəldi. 6-da şirinliklənmək sözündə yazıcı deyilişi arasında iki fərqli məqam var. Şirinliklənmək. Burada lap 2-dən çoxdur. Hardasa burada 3 fərqli məqam var. Müxtəlif hərflər eyni səsi ifadə etmişdir. Sözdəki məş şəklində belə deyək. Mək yox. Lən şəkilçisinin N samiti M kimi tələffüz olunur. Şirinliklənmək. Nəticədə qoşa M samitləri yaranır. İkinci aiddir. Hərf və səs tərkibi kəmiyyətcə eyni deyil. Bu da səhvdir. Demək, düz olanlar hansılar oldu? 1, qüvvətlənmək, 11-lik və şirinliklənmək sözləri. 1, 5, 6, Y variantı. 130. Sözlər əsasında uyğunluğu müəyyən edin. Təsadüfən, təsadüfü, təsadüf. Birinci, sözdən hər birində uzun tələffüz edilən sait var. Təsadüfən də yoxdur, digərlərində var. Təsadüfi, təsadüf. Təsadüfən sözü uzanmır. Burada amma deyək ki, sözlərin hər birində uzun tələffüz edilən sait var. Bir səhvdir. İkinci, sözlərdən yalnız birində vurğu ikinciyə caya düşür. Təsadüf, təsadüfi vurğu sondadır, təsadüf vurğu sondadır.
Təsadüfən sözünün vurğu ikinci hecadı A-nın üzərindədir. Ona görə ikincinə aid edirəm. Demək, səhlənkarlıq, dəmkeş, evdarlıq. Sözlərdən yalnız birində tək variantlı şəkilçinin yazışı deyilişi fərqlənir. Səhlənkarlıq, dəmkeş, evdarlıq. İki sözdə tək variantlı şəkilçi deyir, üzr istəyirəm. Tək variantlı şəkilçi deyirsə kar, səhlənkarlıqda kar, dəmkeşdə keş, evdarlıqda dar. Sözlərdən yalnız birində deyir, tək variantlı şəkilçinin yazışı deyilişi fərqlənmir, səhvdir, fərqlənir. Səhlənkarlıq, daha doğrusu sözlərdən yalnız birində tək variantlı şəkilçinin yazışı deyilişi fərqlənir. Evdarlıq, dəmkeş, səhlənkarlıq. Xeyr, bu hamısında səhvdir. Belə bir şey yoxdur, fərqlənmir heç birində. Ona görə 3-ü aid etmirəm. Dördüncüdə sözlərdən hər birinin vurğusu sonuncu hecadıdır. Səhlənkarlıq, dəmkeş, evdarlıq düzdür. Yalnız iki sözün deyilişi yazışı arasında iki fərqli məqam var. Səhlənkarlıq sözünə baxıram. Düzdür, burada iki fərqli məqam var. Lıq şəkilsi nıq şəklində tələffüz olunur. Dəmkeş sözündə heç bir dəyişim yoxdur. Evdarlıq sözündə lıq şəkilsi yenə evdarlıq. Bu dəfə isə rıq kimi. Demək, səhlənkarlıq, evdarlıq. Səhlənkarlıq, evdarlıq. Hər iki lıq şəkilsi rıq kimi tələffüz olunur. Yəni dəyişim var. Yəni iki dəyişim olur lıq şəkilsinə. Rıq. L samiti r-ya çevrilir, q samiti x-ya çevrilir. İki dəyişim oldu. 4-ü də aid edirəm. 2, 4. Dostlaşmaq, ehtiyac, xoşbəxt. 5-cidə heç bir sözdəki t samiti yazıldığı kimi tələffüz edilmir. Dostlaşmaq. Dostlaşmaq sözü ümumiyyətlə t yoxdur, çünki düşür. Ehtiyac sözündə t var. Xoşbəxt sözündə də t samiti tələffüz zamanı düşür. Xoşbəxt şəklində olur. Heç bir sözdəki t samiti yazıldığı kimi tələffüz edilmir. Bu heç birinə uyğun gəlmədi. Yazıldığı kimi tələffüz edilmir, səhvdir. İkisində düşdü, birincisi olduğu kimi qaldı. 6-cıda sözlərdən yalnız birində t samiti səsi var. Ehtiyac sözü düzdür. 2, 4, 6, Y variantı düzgündür. 131. Vurğusu düzgün göstərilən sözün fonetik təhlillə bağlı yanlış fikri müəyyən edin. Hakerlik sözündə vurğu sonda yox, əvvəldə olmalıdır. Hərgah sözündə əvvəldə olmalıdır. Allergiya sözünün vurğu düzdür. Nəinki sözünün vurğu əvvəldə olmalıdır. İndi allergiya sözünə baxıram. Tərkibində sonor samitlər işlənib. 2 l samiti və r samiti var. 2 l samiti və 1 r samiti var. Düzdür. Ahəng qanuna tabe deyil. Düzdür. Qalın incə saitlər var. C variantı deyiliş və yazışı fərqlənir. Bu səhvdir. D. Dodaqlanan sait yoxdur. Düzdür. Qalın incə saitlərin sayı bərabərdir. 2 incə, 2 qalın saitlər var. Səhv olan C variantıdır. Yazışı deyilişi fərqlənmir. Amma burada yazıb ki, fərqlənir. 132. Demək, 132-də hansı cümlələrdəki fərqləndirilən hissələrin səs tərkibi bir-biri ilə eynidir? Burada şəkilçilərin tələffüzünə baxmaq lazımdır. Görək şəkilçilər necə tələffüz olunur. Ona uyğun, bir-birinə uyğun gələn şəkilçiləri belə deyək, seçmək lazımdır. Məsələn, bu il çovdardan əldə etdiklərini yenə də təzə toxum almaq üçün planlaşdırıb. Bu il çovdardan əldə etdiklərini 2 samiti y kimi tələffüz olunur. Etdik sözündə. Demək, çovdardan əldə etdiklərini 2 samiti y kimi tələffüz olunur. Digər şəkilçilərə baxıram. Uşaqlar müəllimənin dərsi həmişə həvəslə hazırlaşır. Onun məndən belə şeylər gizlətdiyini heç bilmirdik.
O sevimli nağılların sonunu gözləməyə taqəti çatmır və tezliklə yuxuya gedirdi. Demək, burada uşaqlar sözündə lar şəkilçisi və nağıllar sözündə lar şəkilçisi var. 3-7. Həvəslə və məndən 4-5 hər ikisi nən şəklində tələffüz olunur. Yəni, lə şəkilçisindən dən şəkilçisi nən şəklində tələffüz olunur. Ona görə 4-5 çoxlardan əldə etdiklərini dik görək, belə bir şəkilçi varmı? Tezlik, etdik, tezlik. Demək, hər ikisinə lik şəkilçisi dik şəklində tələffüz olunur. 2-9. Demək, düzgün olanlar, daha doğrusu bir-birinə uyğun olanlar 3-7, 4-5 və 2-9-dur. Yəni, şəkilçilərin tələffüzü eyni olanları seçməliyik. Eyni olanlar da 3-7, 4-5, 2-9-da var. Düzgün olan variant D variantıdır. Rahatlıqla sözünün fonetik təhlil ilə bağlı uyğunluğu müəyyən edin. Zəfəran sözünün tələffüzü zamanı baş verən fonetik hadisə müşahidə edilmir, düzdür. Zəfəran sözündə uzanma olur, amma rahatlıqla sözündə uzanma yoxdur. Ona görə 1-ə doğrudur. 1-ə demək, birinci fikir doğrudur, doğru olana aiddir. İkinci, 3 samitin qarşılığı yoxdur. Rahatlıqla R-nın, H-nın və lar şəklində tələffüz olunur. Burada artıq 2 sonar olur. Nəticədə qarşılığı olmayanlar R, H və lar şəkilçisi tələffüz zamanı nan şəkli tələffüz olunur. N samitlərin də qarşılığı yoxdur. Nəticədə 3 samitin qarşılığı yoxdur, fikri səhvdir. 4 samitin qarşılığı yoxdur. Ona görə 2-ni yanlış olana aid edirəm. 1 düz, 2 yanlış, 3 də. Mədə 6 sözündən fərqli olaraq səs düşümü olmur. Mədə 6 sözündə ümumiyyətlə səs düşümü yoxdur. 3 yanlışdır, 2-3 yanlış, 4-də. Şəkilçilərin tələffüzünə heç bir samit öz qarşılığına keçmir. Rahatlıqla düzdür. Şəkilçilərin tələffüzünə heç bir samit öz qarşılığına keçmir. Rahatlıqla düzdür. Heç bir samit öz qarşılığına keçmir. Bu da düzdür. 1-4 düz, 2-3 səhv. 5-də son şəkilçini birinci şəxsin cəminin mənsubi şəkilçisi əvəz etsə, Q hərfi X kimi tələffüz olunar. Baxıram. Rahatlığımız. Q samiti X yox, G kimi tələffüz olunur. Çünki mənsubi şəkilçi ımız artırırıq. Rahatlığımız. Q samiti G-yə çevrilir. Burada isə deyir ki, X kimi tələffüz olunur. Bu da yanlışdır. 2-3-5 yanlışdır. 1-4 isə düzdür. B variantı düzgün olan variantdır. Neçə sözün, demək 134-də, neçə söz 2 sual işarəsinin yerinə yazıla bilər? Monastır sözünə deyiliş yazışında bir fərq olan və vurğusu son hecaya düşən sözdür, düzdür. Yazışında, demək, monastır. O saytı aya çevrilir. Yazışında bir səhv olan söz yoxdur. Deyiliş və yazışında 2 fərq olan söz, bu da səhvdir, bir fərq var. Sadəcə bir fikir monastır sözünə aid olduğuna görə bunu aid etmirik. Lotereya sözünə deyiliş yazışında bir fərq olan, bu da səhvdir, 2 fərq var. O saytlar aya çevrilir. Yazışında bir səhv olan söz, səhv yoxdur. Deyiliş və yazı 2 fərq olan söz düzdür. Burada yenə də bir fikir aid oldu. Bu da aid deyil. Kəşfiyyat sözünə baxıram. Deyiliş və yazışında bir fərq olan, deyiliş və yazışında kəşfiyyat sözünün bir yox, 2 fərq var. Çünki F samiti V-ya çevrilir. İyyat şəkilçisində olan Y samitə düşür. Sadəcə burada sözü səhv yazıblar. Amma normalda yəni belə olur. Deyiliş yazışında 2 fərqli məqam olur. Vurğusu da sonuncu hecaya düşür. Amma burada yazıb bir fərq var. Ona görə bu səhvdir. Yazışında bir səhv olan söz düzdür. Y samitlərindən biri yazılmayıb. Deyiliş və yazışında 2 fərq olan söz düzdür. Demək, kəşfiyyat sözü bura uyğun gəlir. Həm yazışında bir səhv var, həm də deyiliş yazışında 2 fərq var. Çünki kəşfiyyat sözünün tələffüz zamanı F samiti V-ya çevrilir. İyyat şəkilçisində olan qoşa Y-lardan biri də tələffüz zamanı düşür. Və yazışında da bir səhv var. Dediyim kimi, qoşa Y samitlərindən biri yazılmayıb. Demək, sadəcə ikisinə aid olan hələ ki, kəşfiyyat sözü oldu. Müdiriyyət sözü.
Müdiriyyət sözünə deyiliş yazısına bir fərq var, y samiti düşür. Vurğusu sonuncu hecadadır. Deyiliş yazısına bir fərq var, düzdür, müdiriyyət. Y samiti tələffüzə düşür, vurğusu sonuncu hecadadır, düzdür. Yazışına bir səhv olan söz. Burada yazışına səhv yoxdur. Deyiliş və yazışına iki fərq olan söz, bu da səhv. Sadəcə biri uyğun gəldi, birinci fikir. Bu da aiddir. Sonnet sözünün deyiliş yazısına bir fərq var, düzdür. O sait aya çevrilir. Vurğu sondadır, düzdür. Yazışında bir səhv var, səhvdir. Deyiliş yazışında iki fərq olan söz səhvdir, bir fərq var. O da o saitin aya çevrilməyidir. Demək, bir dənə sonnet sözünə sadəcə bir fikir uyğun gəldi. Profilaktika sözünə baxıram. Deyiliş və yazısında bir fərq olan və vurğusu son hecaya düşən söz. Profilaktika sözündə o sait aya çevrilir, bir fərq olur və yazışında i qapalı sait olmalıdır, yazılmayıb, səhvdir. Deyiliş və yazısında bir fərq olan və vurğusu sonuncu hecaya düşən söz. Profilaktika vurğu ikinci hecanın üzərindədir, bu səhvdir. Burada amma deyil, vurğu sondadır. Buna görə bu aid deyil. Yazısında bir səhv olan söz düzdür, i sait əlavə olunmalıydı. Deyiliş və yazısında iki fərq olan söz, bu səhvdir. Deyiliş yazışında sadəcə bir fərq var, o sait aya çevrilir. K samitlərin tələffüzü, belə deyək, K kimi tələffüz edilmə deyiliş yazış arasında fərq yaratmır. Ona görə onu aid etmirəm. Sadəcə o sait aya çevrilir, bir fərq var. Ona görə burada sadəcə aid olan ikinci fikir oldu. Yazışında bir səhv olan söz. Demək, düzgün olan kəşfiyyat sözü oldu. Yəni bir söz uyğun gəldi. Bir söz iki fikrə uyğun gəldi. O da D variantıdır. 135. Fikirlərin hər ikisinə də uyğun gələn sözdür. Tələffüzündə bir səs dəyişməsi var. Funksioner sözünə baxıram, o sait aya çevrilir. İkincidə tələffüzündə bir səs artımı müşahidə olunur. Bəli, i, o saitlərin arasında y samiti əlavə olunur. Funksioner bu şəkildə olur. Hər iki fikrə uyğun gəlir. Ona görə A variantı düzgündür. B variantı kəskinliklə. Kəskinliklə sözünün bir yox, bir neçə səs dəyişimi var. Kəskinliklə. Görün, neçədə nə dəyişim oldu. Burada çoxdur dəyişim. Kəskinliklə. 5 fərq oldu. 5 səs dəyişimi var burada. Ona görə bir aid deyil. Tələffüzündə bir səs artımı var. Düzdür. Amma hər ikisinə uyğun gəlmədi. Ona görə bu səhvdir. İzolyator. O sait aya çevrilir. Tələffüzündə bir səs artımı var, səhvdir. Yenə bir fikir uyğun gəldi. İyonlaşdırmaq. O sait aya çevrilir. İyonlaşdırmaq. İyonlaşdırmaq sözündə tələffüzündə bir səs dəyişimi müşahidə olunur. Burada tələffüzündə bir yox, bir neçə dənə səs dəyişimi var. Laş şəkilçisi naş kimi tələffüz olunur. Sonunda q samiti x kimi tələffüz olunur. Ona görə bu aid deyil. Tələffüzündə bir səs artımı müşahidə olunur. Bəli, i, o saitlərin arasında y samiti əlavə olunur. Burada sadəcə ikinci fikir yenə uyğun gəldi, bir yox. Y variantında günlərlə. Tələffüzündə bir səs dəyişimi müşahidə olunur. Bəli, yox, bir neçə dənə günlərlə. Lər şəkilçisi nər şəklində tələffüz olunur. L, n-yə keçdi. Lər şəkilçisi də n kimi tələffüz olunur. Nən. Burada iki səs dəyişimi oldu. Ona görə birinci də aid deyil. İkincidə tələffüzdən bir səs artımı müşahidə olunur, düzdür. Sadəcə ikinci fikir aiddir. Hər ikisinə aid olan isə funksioner sözü oldu. A variantı düzgündür. 136. Laqeydlik və köhlənmək. Deyiliş yazışı arasında üç fərqli məqam var. Laqeydlik, bəli. T-dı, t kimi tələffüz olunur. Lik şəkilçisi isə dik şəklində tələffüz olunduğu üçün üç fərqli məqam var, düzdür. Vurğu və uzanan sait eyni hecada deyil. Laqeydlik də vurğu sondadır. Laqeydlik. La uzanır və bəli, uzanma birinci hecadadır, vurğu sonuncu hecada fərqlidir. Amma burada eyni hecada deyil deyir, düz deyir. Ona görə üçüncü düzdür. Bizə yanlışda yanlış olan lazımdır. 3 aid etmirəm.
İkincidə köklənmək sözü eyni hərf iki eyni səsi ifadə edib. Eyni hərflər hansılardır? Ki samitləri. İki eyni səsi ifadə edib. Eyni hərf iki eyni səsi ifadə edib. Burada eyni hərflər sadəcə ki samitlərdir. Başqa baxıram, görürəm ki, burada başqa eyni hərf yoxdur. Köklənmək sözündə də bəli, demək, eyni hərf hansılardır? Ki samitləri iki eyni səsi ifadə edib, yəni ki samitini ifadə edib. Yəni iki eyni hərf iki eyni səsi ifadə edib fikri düzdür. Dördüncüdə sonor samitlərin ikisinin deyilişi və yazışı fərqlidir. İkisinin yox birinin. N samiti m-ya çevrilir, qalanlarda heç bir dəyişim olmur. Yəni L samitinə dəyişim olmur. Köklənmək. N samiti m-ya çevrilir, sadəcə bir sonor samitdə dəyişim olur. Amma burada nə deyir? Sonor samitlərin ikisinin deyilişi yazışı fərqlənir. Bu tamamilə səhvdir. Demək, düzgün olanlar birincidə 1, 3-ü aid etmirəm, çünki yanlışda yanlış lazımdır, 3 isə doğrudur. İkinci düzdür, dördüncü isə yanlışdır, 1 yox, 2 yox, 1 sonor samit dəyişir. Ona görə 1, 2, 4, C variantı. 137. İşbirliyi və Kreyser sözlərin fonetik təhlili ilə bağlı, daha doğrusu sözlərin fonetik xüsusiyyətlərlə uyğun variantı müəyyən edin. İşbirliyi və Kreyser sözlərinin fonetik xüsusiyyətləri ilə uyğun variantı müəyyən edin. Vurğusu iki hecan üzərinə düşür. İşbirliyi, Kreyser. Hər ikisinə vurğu iki hecan üzərindədir. Ortaq cəhətdimi? Bəli. İkincidə deyiliş və yazışı arasında cəmi bir fərqli məqam var. İşbirliyi, L samiti R-ya çevrilir. Kreyser sözünü dəyişim yoxdur. Kreyser sözünə K samitinin tələffüz edilməsi yazış deyiliş arasında fərq yaratmır. Ona görə deyiliş yazış arasında bir fərqli məqam var. Sadəcə işbirliyi sözünə aiddir. Bu fərqli fikir olmalıdır, amma ortaq cəhətlərdə verilib. Ona görə səhvdir. Fərqli cəhətlər. Kar samitlərdən biri öz qarşılığı kimi tələffüz olunur. Kar samitlərdən biri bu da aid deyil heç birinə. Kar samitlərdən biri deyir, öz qarşılığı kimi tələffüz olunur, səhvdir. 2 eyni sonor samit işlənib. 2 eyni sonor samit hər iki sözdə var. İşbirliyi sözünə L şəkilsi R-ya çevrilir. Yəni L samiti R-ya çevrilir. Kreyser sözündə də ki R samitləri var. Hər ikisinin iki sonor samit var. Hər ikisinə aiddir, ortaq fikirdir, amma fərqli fikirə aid edə bilmərik. 4 səhvdir. Demək, sadəcə birinci fikir uyğun gəldi. Vurğusu ilk hecanın üzərinə düşür, düzdür. D variantı düzgündür. 138. Fonetik təhlilini nəzərə alaraq yalnız 3 sual işarəsini yerinə yazacaq sözü müəyyən edin. Yazışı tələffüzündə 4 fərqli məqam var. Qanat, dammaq, düzdür. D samiti T-ya çevrilir. Lan şəkilsində L D-ya çevrilir. Lan şəkilsində N samiti M-ya çevrilir. Sonunda Q samiti X kimi tələffüz olunur. 4 fərq var, düzdür. Vurğusu 4-cü hecanın üzərinə düşür, düzdür. Nə səs düşümü, nə səs artımı müşahidə edilir. Düzdür. Tələffüz zamanı tərkibini T samiti olsa da, onun cingilti qarşılığı iştirak etmir. İştirak edir axı. Qanat, dammaq. Buna görə sonuncu səhvdir. İştirak etmir yox, iştirak edir olmalıydı. İlk 3 fikir düzdür. A variantı ilə düzdür. Digərlərinə baxıram. Xəsislik. Yazışı və tələffüzündə 4 fərq var. Xəsislik. 2 fərqli məqam var. Buna görə birinci fikir səhvdir. Vurğusu 4-cü hecaya düşür. Xəsislik. 4-cü heca burada ümumiyyətlə yoxdur. Və xəsislik sözündə 2 fərqli məqam var. Bir səhv oldu. Vurğusu 4-cü hecaya düşür. 4-cü heca burada yoxdur, səhvdir. Nə səs düşümü, nə səs artımı var, düzdür. Tələffüz zamanı tərkibində T samiti, tərkibində T samiti yoxdur. C variantında öncə görənlik. Yazışı tələffüzün 4 fərqli məqam var. Öncə görənlik. 2
fərqli məqam var. Lik şəkilsində iş şəklinə tələffüz olunur. Vurğusu 4-cü hecaya düşür. Öncə görənlik 1, 2, 3, 4, 5-ci hecadadır, 4-cü hecada yox. Demək, ilk iki fikir səhv oldu. Nə səs düşüm, nə səs artım müşahidə olunur, düzdür. Tələffüzündə t samiti yoxdur. Buna görə bunu aid etmirəm. D variantı rastlaşmaq. 4 fərqli məqam varmı? Rastlaşmaq. 3 fərqli məqam var. Amma burada deyik ki, yazışı və tələffüzün 4 fərqli məqam var. Bu səhvdir. T samiti tələffüz zaman düşür. L, D-yə çevrilir. Sonuncu Q samiti X-ya çevrilir. 3 fərqli məqam oldu. Vurğusu 4-cü hecadadırmı? Burada ümumiyyətlə 4 heca yoxdur. Nə səs düşüm, nə səs artım müşahidə edilir. Düzdür. Hələ ki, bu uyğun gəldi. Tələffüz zamanı tərkibində T samiti olsa, onun cingiltili qarşılığı iştirak etmir. T samiti iştirak etmir, axı tələffüz zamanı düşür. Bu da səhv. Sadəcə bir fikir uyğun gəldi. Y variantı radioqram. Yazışı tələffüzü 4 fərqli məqam var. Sadəcə 2 fərqli məqam var. Y samiti əlavə olunur, O said A-ya çevrilir. Vurğusu 4-cü hecaya düşürmü? Bəli. Nə səs düşüm, nə səs artım müşahidə edilir. Səs artım müşahidə edilir. Ona görə burada deyir ki, nə səs düşüm, nə səs artım müşahidə edilir. Bu səhvdir. Səs artım müşahidə edilir. Tələffüz zamanı tərkibindəki T samiti olsa da, tərkibində T samiti yoxdur. Ona görə belə deyək, 3 fikrə uyğun gələn A variantı oldu. A variantı düzgündür. 139-da. Parlaqlıq sözü ilə bağlı klaster